Salam əziz izləyicilər. Bu gün sizlərlə Lütfi Zarda adına məktəblərarası 2-ci məntiq olimpiadasının final mərhələsinə salınmış suallar və onların həlləri ilə məşğul olacağıq. 14-cü sual. Kartondan istifadə edilərək şəkildəki kimi 6 kiçik xanası və qapağı olan kvadrat qutu hazırlanmalıdır. Bu qutunun hündürlüyü 5 sm, alt hissəsinin bir tərəfinin uzunluğu isə 20 sm olmalıdır. Buna görə neçə santimetrin kvadratı kartondan istifadə olunmalıdır? Qeyd, kartonun qalınlığı nəzərə alınmayacaq. Deməli, qutunun hündürlüyü 5 sm-dir. Alt hissəsinin bir tərəfinin uzunluğu isə 20 sm-dir. Məsələn, bura 20 sm-dir. Kvadrat qutu olduğu üçün kvadratın da bütün tərəfləri bərabərdir. Bu tərəfi də 20 sm-dir. Bu sualı həll etmək üçün bu qutunu təşkil edən fərqli hissələrin sahələrinin cəmini tapıb, sonra onları toplamalıyıq. Qutunun qapağı var, aşağı hissəsi var, oturacağı var. Bu tərəfi var, bura bir zolaq kimi, bu tərəfi var, bu tərəfi var, bu tərəfi var. Daha sonra buradan bir zolaq qutunu ortadan kəsir. Buradan isə 2 zolaq hissələrə bölür ki, 6 dənə kiçik hissə alınsın. Və bütün bu hissələrin sahəsini tapmalıyıq indi. Başlayaq asan hissələrdən. Qutunun aşağısı və qapağı. Aydın məsələdir ki, aşağısı ilə qapağı ikisi də eyni ölçüdə olacaqlar. Buranın tərəflərini bilirik, 20-nin 20-yə. Kvadratın sahəsini hesablamaq üçün isə enini uzunluğuna vurmalıyıq. 20-ni 20-yə vururuq. Alınır 400. Qapağının da sahəsi oturacaqla eyni olacaq. Çünki qapaq örtüləndə tam bu qıraqlarla üst-üstə düşməlidir. Deməli, ölçüləri eyni olmalıdır. Onun da sahəsi 400-dür. İndi keçək qıraqlarına. Məsələn, bu düz bucaqlıya baxaq. Bu düz bucaqlının uzunluğu 20 sm-dir, eni isə 5 sm-dir. Deməli, buranın sahəsi en vur uzunluq 20 vur 5 olacaq. Yəni 100. İndi bu qutu kvadrat qutu olduğuna görə bütün tərəfləri eynidir. Yəni hər tərəfdə düzbucaqların uzunluğu eyni olacaq qıraqları boyunca. Hündürlük də stabil qalır, 5 sm-dir. Deməli, bu tərəflərin dördünün də sahəsi 100 sm-in kvadratıdır. Və 4 tərəf var. 100 vur 4. Hamısı düzbucaqlının sahəsinin hesablanma qaydasına əsasən hesablanır. En vur uzunluq. İndi içəridəki düzbucaqlılara baxaq. Burada 3 ədəd zolaq şəklində düzbucaqlı qoyublar qutunun içinə. Fikir versək görərik ki, bu düzbucaqlıların da hündürlüyü qutunun qırağının hündürlüyü qədərdir. Çünki bundan hündür olsa qutu bağlanmayacaq. Əgər bura 5-dirsə, deməli burada 5-dir. Qırağı da 5-dir. Və bu içəridəki bu düzbucaqlının məsələn uzunluğu qutunun tərəfi ilə eyni qədərdir. Çünki qutunun içinə tam olaraq yerləşib. Deməli burada 20-dir. Onda belə çıxır ki, qutunun qıraqlarının sahəsi ilə içinə qoyulan bu zolaqların sahəsi eyni qədərdir. Buranın sahəsi 100 idi. Deməli, buranın da sahəsi 100-dür. Bu da onunla eynidir deyə burada 100-dür. Və bu qutu kvadratdır. Bu tərəfə 20-dirsə, bu tərəfə də 20-dir. Tərəflər bərabərdir. Deməli, buranın içərisində olan düzbucaqlı da onlarla eynidir. Buranın sahəsi 100-dürsə, burada 100-dür və burada 100-dür. 3 ədəd 100-ümüz var.
bu qədər. Qutunun düzəldilməsində istifadə olunan bütün kartonun sahəsini hesabladıq. İndi isə bunları toplayaq. Bununla da tapacağıq ki, ümumi neçə santimetrin kvadratı karton lazımdır. 400 ilə 400 800. 100 vur 4 400. 3 vur 100 300. 800 ilə 400 1200. 1200 ilə də 300 1500 santimetrin kvadratı. Cavab D variantı 1500. Digər sualların həllərinə videonun digər hissələrindən baxa bilərsiniz. Həmçinin kanalıma daxil olaraq orada bütün sualların bir yerdə olduğu playlisti görə bilərsiniz. Həmin playlist vasitəsilə də bütün videolara dənə-dənə baxa bilərsiniz, bütün sualların izahlarına.